Bir kənddə insanlar sadə, amma təbiətlə iç-içə bir həyat yaşayırdılar. Bu kəndin yaxınlığındakı dağın zirvəsində isə yalnız bir dəfə ildə, baharın ilk gecəsində çiçəkləyən xüsusi bir ot vardır. Kəklik andı. Adlandırılan bu nadir kəklik otu haqqında deyirdilər ki, o yalnız könlü yaralı, niyyəti təmiz olanlara görünür və ürək ağrılarını sağaldır. Kəndin içində qəlbi paramparça olmuş bir gənc yaşayırdı. Onun adı Əli idi. Əli o illər əvvəl nişanlısına ağır bir xəstəliklə itirmişdir. Hər kəs onun qara geyimini, susqunluğunu və dağlara çəkilməsini görər, amma heç nə deyə bilməzdir. Bir gün yaşlı bir qadın kəndin ən qədim nənəsi Əliyə yaxınlaşır və deyir: "Ürək yarası dərmansız deyil, amma dərmanı sözlə deyil, dağdan gəlir. Kəklik otunu tap, ant ver ki, onu unutmayacaqsan." Əli nə dediyini tam anlamasa da, sanki içində bir çağırış hiss etdi. Baharın ilk gecəsi dağlara qalxdı. Duman içində az qala yolunu itirirdi. Bir anda kəklik səsi eşitdi. Səsin ardınca gedəndə sarımtıl, yaşıl rəngdə parlayan bir bitki gördü. Yarpaqları sanki ruzigarla pıçıldayırdı. Əli əyilib onu dərdi, burnuna yaxınlaşdırdı. Gözlərinin önündə nişanlısının gülümsəyən simasını canlandı. O gecə Əli kəndə döndü və həmin otdan dəmlədiyi çayla kənddə xəstələrə şəfa verməyə başladı. Amma bir sirr var idi. Bu ot yalnız bir dəfə bir nəfər üçün görünürdü. Əli isə onu paylaşaraq sevginin özünü əbədiləşdirdi. O gündən sonra kənddə kimin qəlbi sınsa dağa çıxardı, amma yalnız bir neçəsi kəklik otunun andına çatardı.